Əgər siz də mənim kimi hər səhər sanki kickboxing döyüşlərdə iştirak etmiş kimi qapqara gözaltı torbalarla yuxudan durursunuz, evdə hazırlanan bu patçiləri yoxlayın. Bunun üçün yarım stəkan ramaşka dəmləməsi lazım olacaq. Bir dilim xiyar, blender qabına atırıq. 2 kol petruşka. Məndə təəssüf ki keçmiş idi. Siz elə təsəvvür eləyin ki, bu petruşkadır. Cəfəri. 1 ampul aloe ekstraktı. Sizdə aloe vera geli ya təbii aloe varsa 1 çay qaşığı qatmaq olar. Jelatin 1 dolu xörək qaşığı. Yarım stəkan suda əridi və blenderda hamısını qarışdırın. Belə bir məhlul alınacaq. Bunu yastı qaba tökün və xaladilnik ya marasilnika qoyun. Jelatini 1 dolu xörək qaşığından az eləmin. Mən bu səhvi elədim, ona görə birinci dəfə məndə belə alındı. Jelatini biraz da əlavə etdikdən sonra bu cür belə bərk jelatin alınır. Sonra bıçağını patç formasında kəsdim. Göz altına qoydum, 10-15 dəqiqə belə gəzdim. Bu patçilər gözaltı torbalar və qaralmalar üçün çox effektivdir. Tərkibindəki xiyar və cəfəri çox yaxşı dərini ağardır. Aloe nəmləndirir. Ramaşka çayı isə şişkinliyi götürür. Jelatin isə kollagen kimi lifting verir. Bu patçiləri eləyəndən sonra baxalı patçilər almayacaqsınız. Patçdan sonra mən həmişə gözaltıma bu gözaltı kremini vururam. Artıq qutarır məndə, deyəsən ikincisini almalı olacaq. Gözaltı dərini aydın, nəmli və parlaq edir. Tərkibindəki peptid və yağlar çox yaxşı qırışları açır. Sanki Photoshop eləyir gözaltını. Üstünə konsiler çox yaxşı oturur. Linkini mütləq storydə paylaşacağam.